Salam aleyküm. Bugün oktyabrın 9-u həftənin ikinci günüdür. Baş xəbər olaraq bugün də sizi maraqlandıran mövzuları müzakirəsi ilə evinizə qonaq gəlmişik. Gürcüstanın parlament seçkilərinin qalibi, Gürcü Arzu koalisiyasının lideri Bidzina Ivanishvili ilə ölkə prezidenti Mikhail Saakashvilinin görüşü baş tutub. Görüşdə hakimiyyətin dinc yolla dəyişdirilməsindən danışıblar. Ivanishvili deyib ki, oponentlərimizlə onların layiq olduğu kimi yox, Gürcü xalqının layiq olduğu kimi davranacağıq. O, Saakashvilinin görüşə razılıq verməsini Gürcülərin mədəni xalq olması ilə bağlayıb. Saakashvili də pis cavab verməyib, deyib ki, Gürcü xalqı seçimini edib və hakimiyyət seçimə hörmətlə yanaşacaq. O, prezident olaraq hakimiyyətin təhvil verilməsini insidentsiz başa çatmasına kömək olacağını da deyib. Bugün isə baş xəbər olaraq sizə daha çox maraqlı mövzulardan danışacağıq. Azərbaycanda çörəyin qiyməti nəyə görə bahalaşdı? Ekspertlərin məsələyə yanaşması az sonra açıqlanacaq. Böyrək alanın sonradan üzləşdiyi şantaj bugün böyrəyini satan sabah nəyə görə satdığına peşman olur və böyrəyini geri tələb edir. Kimlər şantaja məruz qalırlar? Cəmiyyətin və qanunun bu məsələlərə yanaşması baş xəbərdir. Təxminən bir həftə əvvəl elə bu studiyada Azərbaycana idxal olunan taxıl və un məhsullarına tətbiq olunan əlavə dəyər vergisinin ləğv edilməsindən danışmışdıq. Onda hökumətdən gələn açıqlama bundan ibarət idi ki, bu prosesdən sonra çörəyin qiyməti qalxmayacaq. Bugün isə paytaxt mağazalarında çörəyin qiymətində bahalaşma müşahidə olunub. Satıcılar bunu buğda və unun qiymətindəki artımla əlaqələndirsələr də bununla yanaşı çörəyin çəkisinin artdığı da deyilir. Son günlər çörəyin qiyməti bahalaşıb. Paytaxtın əksər mağazalarında çörəyin qiyməti 30 qəpikdən 40 qəpiyə qaldırılıb. Satıcılar bahalaşmaya səbəb kimi çörəyin çəkisinin 100-200 qrama qədər artmasını göstərirlər. Çörək qabaq 30 qəpik idi, indi 40 qəpik olub. Çəkisi də dəyişilib. 500 qram idi, indi 790 qram ediblər. Bəli. Dünəndən dəyişilib də, qramı da dəyişilib, qiymət də 40 qəpik olub. Alırdım çörəyə 30 qəpik qabaq alırdım. Çəkisi az idi. İndi çəkisi artandan sonra indi qiyməti də artıb, indi 40 qəpik alıram. Qabaq 30 qəpik alırdımsa, indi 40 qəpik alıram çörəyə. Bakının ən iri çörək istehsalçısı olan Bakıxanov çörək sexinin müdiri Sərvan Məmmədov da bildirdi ki, artım həm qiymətdə, həm də çəkidə özünü göstərir. 800 qramlıq çörəyi bu dəqiqə 40 qəpiyə satırıq. Amma bazarda hər cür çörək var da, 30 qəpiyə də var, 35 qəpiyə də o baxır çəkisinə. Məsələn, 500 qramdan 600 qrama qədər çörəyi bazarda verirlər 30 qəpiyə. 800 qramlıq çörək 40 qəpikdir. O həmçinin qeyd etdi ki, qiymət artımı son günlər dünya bazarında taxılın və ölkə daxilində unun bahalaşması ilə bağlıdır. İqtisadi İnkişaf Nazirliyindən Aynisə verilən məlumata görə, anti-inhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidmətinin istehlak bazarında apardığı monitorinqlər zamanı qiymətlərində bahalaşma qeydə alınmış çörəklərin çəkisində 100 qramdan çox artım var. Araşdırmalar qiymət dəyişikliyinin dünya bazarında ərzaq buğdasının bahalaşması ilə əlaqədar olduğunu göstərir. Son 3 ay ərzində Azərbaycana ənənəvi taxıl ixracatçısı olan Qazaxıstan və Rusiyada ərzaq buğdasının qiymətində 40-50% artım baş verib. Salih Məmməd qızı Nərgiz Tahirova, Aynes. Mövzunu iqtisadçı alim Nazim Məmmədovla davam etdirirəm. Axşamı xeyir olsun Nazim müəllim. Aqibətiniz xeyir. Nazim müəllim, Azərbaycanda bu mövzuya təxminən 2 həftə bundan əvvəl qayıtmışdıq. Onda da belə bir məlumat gəldi ki, ölkə rəhbərliyi ölkəyə idxal olunan taxıl və un məhsullarına əlavə və dəyər vergisini götürdü. Və bundan sonra belə bir hadisə gözlənilir ki, unun və taxılın qiymətində artım olmayacaq. Daha çox doğrusu un və çörəyin qiymətində. Amma bu günləri başqa bir mənzərəni gördük. Sizcə səbəb nədir? Siz gördüyünüz ki, hökumətin əlində olan instrumentlər, yəni daxili istehsalı stimullaşdırmaq üçün və qiymət artımını önləmək üçün təbii ki, gömrük rüsumlarını və vergiləri azaltmaq və tətbiq etməmək. Ancaq bunun böyük bir effekti yoxdur. Çünki biz şahid oluruq son illər 2 dəfə ildə həm tətbiq olunur, həm də sonra götürülür. Bu o deməkdir ki, düzgün statistika yoxdur ortalıqda və hökumət normal proqnoz verə bilmir. Yəni bunun səbəbi budur. İkinci bir səbəb, dünyada istehlak, adam başına çörəyin istehlakı 90 kiloqramdır. Biz keçən il 1 milyon 400 min ton təkcə buğda idxal etmişik. Və bu buğda çörək bişirmədə istifadə olunan təkcə idxaldan biz istifadə edirik. Ancaq Kənd Təsərrüfatı Nazirliyinin statistikasına biz baxanda görürük ki, ölkədə buğda güya 1 milyon 800 min ton buğda istehsal olunub, ümumilikdə taxıl istehsalı isə 2 milyon 700 min tondur. Yəni bu göstəriciləri biz tutuşturanda biz görürük ki, ya əkin sahələri şişirdilib, bu statistika düzgün deyil, ya da ki, digər insarçılıq səbəbləri var ki, bu
çörəyin qiyməti artır. Həqiqətən də bax bu çox bir maraqlı faktor ki, Kənd Təsərrüfatı Nazirliyi hər il eyni açıqlamada deyir ki, bizim Azərbaycanın kifayət qədər taxıl ehtiyatı var da, yəni əkin sahələrində var. Amma biz yenə də axırda üst tuturuq Qazaxıstana. Qazaxıstandan son 7 ayda təqribən 840 min ton buğda ixal olunub və ixal da davam edir. Sizin araşdırmalarınız nə deyir? Bizim araşdırmamız onu deyir ki, yerlərdə özünü normal göstərmək üçün icra hakimiyyəti orqanları, deyək statistikanı bu və ya digər formada şişirdirlər. Bir neçə il bundan qabaq Maliyyə Nazirliyi də bu barədə açıqlama yaymışdı ki, fermerlərə subsidiyalar verilir. Bilirsiniz, ildə təqribən 50 milyon manat təkcə bu əkin sahələrinə subsidiya verilir. Sürtük yağlarını, aqrolizinqi də götürsək, təqribən son 5 ildə 800 milyon manat dövlət subsidiya verir kənd təsərrüfatına. Yəni, bütün bunlar onu göstərir ki, bu 1 milyon 800 min ton, deməli bu real görünmür. Real ona görə görünmür ki, çörək bişirmədə əgər istifadə olunan buğda ixal buğdasıdırsa, onda bizim buğdamız hanı? Əgər biz bu qədər istehlak ediriksə, yəni adam başına 150 kiloqram düşür, təkcə 1 milyon 400 mini siz bölsəniz 9 milyon əhalimizə, adam başına düşür təqribən 150 kiloqram. Deməli, biz dünya istehlakından təqribən 85% artıq deməli, çörək istehlak edirik. Yəni biz çörək yeyən xalq olsaq da belə, nə qədər də olsaq Bizim belə. çörəyi çox yeyirik amma. Ancaq bu qədər olmaz da, bu qədər olmaz. Bunun kökündə duran səbəblər təbii ki, hökumət tələb təklifi normal vəziyyətdə saxlamaq üçün müxtəlif instrumentlərdən istifadə etməlidir. İlk növbədə inhisarçılıq aradan Axı qaldırılmalıdır. İqtisadi İnkişaf Nazirliyinin buna nəzarət edən qurumu var. Onların fəaliyyəti sizi qane eləyirmi? Məni şəxsən qane etmir, çünki mən dəfələrlə demişəm ki, müxtəlif kiçik sexlərin üzərinə gedərək güya qiyməti aşağı saxlamaq, belə təkliflər eləmək və yaxud qorxudaraq və yaxud incidərək bu və ya digər formada bunu saxlamaq mümkün deyil. İqtisadi əsas təbii ki, dünya iqtisadiyyatında gedən proseslər, həm də deyək ki, havanın quraqlıq olmağıyla təbiət hadisələri də baş verdi. 30% buğda istehsalı azalır dünyada. Dünya üzrə. Ancaq o dünya qiymətləri hələ gəlib bizə çatmayıb axı. Biz idxal etdiyimiz ölkələrdən, hansı ölkələrdən biz idxal edirik, orada qiymət artımı müşahidə edilmir. Əsas da Qazaxıstandır bizim aldığımız Yəni ölkə. əsas. Yəni bu artmadığı şəkildə, yəni bunlar qiymət niyə artır? Burada bir mülahizə yürütmək olar ki, əgər deməli bu qədər taxıl istehsal olunubsa, onda biz taxıl da bilirsiniz, ümumiyyətcə yem üçün də istifadə olunur. Onda biz özümüzə istifadə etdiyimiz ət məhsulları, süd məhsulları heç bir yerdən idxal etməməliydik. Ancaq Azərbaycan bugün hələ rəsmi rəqəmlərə istinadən deyirəm ki, 30% həmin məhsulları idxal edir. Belə demək mümkünsə hər iki tərəfdən deməyə söz qalmır. Əgər məmur etiraf edirsə ki, bu qədər buğda istehsal olunub, onda bu hardadır? Taxıl fonduna da bizim taxılımız yığılır. Sizcə çətin anımızda bizə kömək ola bilərmi? Təbii ki, taxıl fondu strateji fonddur və cənab prezidentin çox diqqət mərkəzindədir. Bunun üçün də keyfiyyətli buğdanın o fonda yığılması və heç olmasa ölkənin 3 aylıq ehtiyatının orada saxlanılması məqsədə uyğundur və məni şəxsən qane edir və taxıl fonduna da yerli məhsulların alınmasında yenə deyirəm, keyfiyyət baxımından hələlik imkan yoxdur. Bəs sahibkarların süni qiymət artımında maraqlı olmasından danışmaq olarmı? Mən güman etmirəm ki, burada sahibkarlar hansısa bir razılaşmaya gedirlər, qiyməti artırırlar. Sadəcə olaraq ola bilər ki, bizim mülahizəmiz ondan ibarətdir. Qiyməti artıraraq eyni zamanda çəkinin artması haqqında fikir yürüdürlər. Bir müddətdən sonra çəki azalacaq, yenə qiymət həmin vəziyyətdə qalacaq. Ona görə daha çox iqtisadi əsasları araşdırmaq lazımdır. Son olaraq tamaşaçıya bu maraqlıdır. Çörəyin keyfiyyəti. Yəni bəzi fikirlər də var ki, qiyməti nəzarətdə saxlamaq üçün çəkiyə əl gəzdirirlər. Əlavə qatqılar bəzən deyirlər olur çörəyə. Sizcə çörəyin keyfiyyəti necədir? Mən qeyd edim ki, hətta bizə idxal olunan buğda, Qazaxıstandan idxal olunan buğda 4-cü sinifdir. Yəni onun yapışqanlıq dərəcəsi 22%-dir. Ən yüksək 1-ci sinifdir, o 36%-dən yuxarıdır. Yəni belə demək mümkünsə bizim özümüzə idxal olunan məhsul da çox da keyfiyyətli deyil. O baxımdan ümumi bu keyfiyyətə nəzərə təbii ki, istehlakçıların özünün üzərində olmalıdır, alıcıların özünün üzərində Amma Allah olmalıdır. bərəkət versin yenə çörəyimizə. Təbii ki, Allah bərəkət versin. Təşəkkür Sağ edirəm. olun. Xatırladım ki, Baş Xəbərin qonağı iqtisadçı alim Nazim Məmmədov idi. Hələ bizi qarşıda qış gözləyir. İnanırıq ki, bu qışdan əli çörəkli çıxa biləcəyik. Bu
Bugün müzakirə edəcəyimiz digər bir mövzu isə orqan köçürülməsi ilə bağlıdır. Əvvəla onu deyim ki, bu o qədər dərin və çətin bir mövzudur ki, danışmaqla bitmək olmaz. Bugün belə bir xəbər aldım ki, böyrəyini pul müqabilində satan birisi əməliyyatdan sonra istədiyi məbləği ala bilməyib. İndi böyrəyini öz xoşu ilə, sənədləşmə yolu ilə verən kəs qarşı tərəfdən bir ildən sonra əlavə məbləğ istəyir. Hamısından yaxşı Vüsalə Xəməməd qızının hazırladığı reportaja baxın, sonra gerisini danışaram. Bugün Azərbaycanda uğurlu böyrək və qaraciyər transplantasiyası əməliyyatları keçirilir. Amma bu əməliyyatlar üçün xaricə müraciət edənlər də kifayət qədərdir. Əməliyyatlarda ən çətin prosedurlardan biri donor, yəni orqanını verən şəxsin tapılmasıdır. Danılmaz faktdır ki, qara transplantologiya, yəni orqan alveri bütün dünyada olduğu kimi bizim respublikamızda da kifayət qədər yayılıb. Pakistan və Hindistan bu sahədə birinci yerdədir. Qeyri-rəsmi məlumatlara görə, daxili bazarda böyrəyin qiyməti təxminən 10-30 min Birləşmiş Ştatları dolları civarındadırsa, İranda bu qiymət 6-15 min dollar, Pakistanda 10 min, Rusiyada isə 20-30 min dollar həndəvərində dəyişir. Qaraciyərin qiyməti isə bundan 2-3 dəfə bahadır. Ölkə qanunları orqanların alınıb satılmasını qadağan etsə də bir çox hallarda buna məhəl qoyulmur. Eleonora Cəbrailova da pul üçün böyrəyini satanlardandır. Xanım deyir, orqanını satmaq məqsədi ilə qəzetdə elan verib və 2011-ci ildə özünə müştəri tapıb. Əhəd Abiyev adlı birisi onunla əlaqə saxlayaraq böyrəyi satmaq istədiyi məbləğə, yəni 50 min ABŞ dolları qarşılığında qardaşı Səməd üçün alacağını deyib. Bundan sonra orqan alveri cinayətindən uzaq olmaq üçün notariusda razılaşma da imzalayıblar ki, güya Eleonora xanım təmənnasız öz böyrəyini qohumu Səməd Abiyeva verir. Donorun sözlərinə görə bunun müqabilində söz verilən məbləği almayıb. Qarşı tərəf isə bunları təkzib edərək bütün bunların şantaj olduğunu, əlavə məbləğ əldə etmək üçün deyildiyini bildirir. Dedi ki, söz ola bilməz. Yəni ki, gedərsən, gələrsən İranla Tehran şəhərinə hazırlaşacaq getməyə. Onlar bəs oradan qayıdandan sonra sənin pulun veriləcək. Vaxt geçdi, gözlədim 2-3 gün, bir nəsə vaxt uzandı. Mən zəng edirəm, o mənim zənglərimə cavab vermir, onun telefonu. Orada İran həkimlərindən danışıblar. İran xəstəxanasına pul köçürülüb. O pul köçürmənin içərisində aidiyyəti üzrə bunun istədiyi pul da ona çatıb İran həkimləri tərəfindən. Yəni heç bir narazılıq olmayıb, özü də minnətdarlığın təşəkkürünü bildirib. Bu pul bağlı mən ödəmə aparmamışam, pul da verməmişəm. Deyirəm, axı niyə? Axı orada İranda bu məsələ öz həllini tapıb, siz də pulunuzu almışsınız, razılıq olub. Deyir, yox, mən bilməmişəm siz icra başçısınız. Elnara xanımın dedikləri əsassızdır, şantajdır, böhtandır. Qərəzli mövqeydən belə bir səhnə yaranıb. Demək, bu səhnədə özləri qurğu qururlar, vəkil tutublar. Yəni şantaj yolundan mənə qorxu hədə gəlsinlər. Mən də bunlara çəkinim, bunlara 100 min manat pul verim. Bu kimi halların biri də Günay İbrahimova və onun böyrəyi ilə yaşayan Vaqif Həsənov arasında yaşanmışdı. Böyrəyini bir ev və 15 min manat məbləğində ehtiyacı olan zavod müdiri Vaqif müəllimə verməyə razı olan xanım sonradan vəd edilənləri almadığını, qarşı tərəf isə artıqlaması ilə verdiyi vədi yerinə yetirdiyini deyirdi. Burada da böyrək alan qarşı tərəfin onu şantaj etdiyini iddia edir. Evsizliyə görə, yəni böyrəyimi satmaq qərarına gəldim. İran klinikasına müraciət elədim. Böyrəyimi satmaq üçün. 5 aydan sonra mənə zəng gəldi. Təklifin nədir? Mən də dedim, təklifim 2 otaqlı ev. 15 min manat da özü təklif elədi, verərəm. Özün üçün bir mağazin açarsan, gələcəkdə həyat şəraitinin yaxşılaşdırılması üçündür. İran burada olan klinikasına gedəndə onlar bildirdilər ki, bir nəfər Azərbaycanlı var, öz orqanını bağışlamaq istəyir. Və onun telefon nömrəsini verdilər və bizi əlaqə saxladıq. Əlaqə saxlayandan sonra bu həqiqətən də öz orqanını bağışlamaq istədiyini bildirdi. Ancaq buna baxmayaraq mən bütün bunlarla bərabər və mən öz vicdanım qarşısında buna borçlu qalmayım deyə ona mən toplam olaraq bu xanıma 30 minə yaxın pul ödəmişəm. Qeyd edim ki, hər iki faktda əməliyyat İran İslam Respublikasında keçirilib və hər iki haldan sonra qarşılıqlı şantaj və böhtana gətirib çıxarıb. Orqan axtarışında, orqan arayışında olan xəstə, istər qaraciyər xəstəsi olsun, istər böyrək xəstəsi, heç bir fərq etməz. Bu xəstələr üçün ümumi olan məsələ hər hansı bir şəkildə olursa olsun, orqanın bir yerdən əldə olunmasıdır. Bu psixologiya ilə, bu stresli bir vəziyyətdə onlar orqanı əldə edirlər, hər hansı bir maddi qarşılıqla və transplantasiya olunur. Amma düşünmürlər ki, orqanı satan bir insan, əgər bir şəxs ki, orqanı satmışsa, demək ki, bu insan psixolojik olaraq normal bir insan deyil və hər istənilən bir yola, addıma əl ata bilən insandır. Təsəvvürünüzə gətirin ki,
Bu dünya ədəbiyyatında bu yazılar var, kitablarda bunlar qeyd olunur. 2 aydan sonra, hər şey qaydasında olduqdan sonra 2 aydan sonra gəlib yenə xəstənin qapısını kəsdirir ki, mənə filan qədər də verməlisiniz. 5 aydan sonra yenə gəlir, bir o qədər də verməlisiniz. 1 ildən sonra yenə bir o qədər. Axırda xəstə hər şeydən bezir. Yox dediyi zaman bu səfər gedib tamamilə deyə bilər ki, mən polisə şikayət edərəm. Ekspertlərin fikrincə bunun digər bir səbəbi də qanundakı boşluqlarla bağlıdır. Azərbaycan qanunlarına görə xəstəyə donor yalnız doğmaları ola bilər. Bu isə heç bir maddiyyat nəzərdə tutulmadan mümkündür. Reallıq isə onu göstərir ki, donor olmaq istəyənlərin əksəriyyətin qohum deyil, sadəcə maddi ehtiyacına görə orqanını satmaq niyyəti olanlardır. Ekspertlərin qənaətinə görə bu məsələdə əhalinin maarifləndirilməsi ilə yanaşı qanunlardakı boşluqlara da diqqət yetirməlidir. Əks halda hələ bu tipli qarşıdurmalara çox şahidlik edəcəyik. Müsaliha Məmmədqızı, Fariz Babayev, ANS. Yeri gəlmişkən onu da deyim ki, şantaj olunduğunu deyən Əhəd Abiyev məsələni qanuni yolla məhkəmədə araşdıracaq. Mövzunu hüquqşünas Tahir Əlrzayevlə davam etdirirəm. Diqqətli olun ki, şantajla üzləşdiyiniz halda özünüzü necə qorumağın yollarını öyrənəsiniz. Axşamınız xeyir olsun Tahir müəllim. Bir hüquqşünas kimi reportaja baxdınız və mövqeyiniz, münasibətiniz necədir? Məsələ araşdırma tələb edən məsələdir. Bu məsələyə bir tərəfli mövqedən yanaşmaq obyektivlikdən uzaq olardı. Məsələyə şikayətçi tərəfin hal-hazır gözlərini təqdim edən zərər çəkmiş şəxs qismində təqdim edən şəxslərin mövqeyindən yanaşsaq, deyə bilərik ki, hal-hazırki vəziyyətdə demək, Azərbaycan insan və orqanların demək, toxumalarının transplantasiyası haqqında qanuna görə insan orqanlarının alqı-satqısı predmeti ola bilməz. Hal-hazırki vəziyyətdə tərəflərin razılığı ilə bu əgər baş vermişdirsə, mən hesab edirəm ki, tərəflərin arasında rəsmi müqavilə olmalı idi. Bu, həmin böyrək əməliyyatının aparılması ilə bağlı. Azərbaycanda hələlik orqanın alınıb satılmasına icazə vermədiyi üçün o tipli müqavilə yoxdur. Bəli, bu tipli müqavilə olmadığı halda və eyni zamanda Azərbaycan qanunvericiliyinə görə belə tibb müəssisələrinin siyasi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməlidir. O cümlədən hansı orqanların alqı-satqı predmeti olub-olmaması məsələsi müvafiq icra hakimiyyəti orqanının tərəfindən təsdiq edilməlidir. Tərmin istəyərim ki, hüquqi terminlərdən çox əhalinin başa düşəcəyi bir dildə danışabilir ki, sabah da belə bir faktlarla qarşılaşmayaq. Çox üzr istəyirəm. Artıq mən son bir ildə bir neçə belə bir faktla rastlaşmışam ki, biri börəyini pul müqabilində sözsüz ki, digərinə verir, amma üstündən 5 ay, 3 ay keçəndən sonra fikrini dəyişir, gəlir oturur, ya börəyini geri istəyir, ya da pul istəyir. Siz qanun bu məsələni necə tənzimlədiyini deyərdiniz bizə? Bilirsiniz, əgər nəzərə alsaq ki, tərəflər arasında razılıq olmuşdur bu böyrək əməliyyatı ilə bağlı, sözsüz ki, reportajdan da görünür ki, bunların arasında heç bir qohumluq, yaxınlıq münasibətləri yoxdur. Amma könüllü vermək ixtiyarı var. Hər bir vətəndaşın da öz orqanını könüllü vermək ixtiyarı var, bəli, onun hüququdur. Nəzərə alsaq ki, bu tərəflər arasında əvvəlcədən razılıq olub, hər hansı bu orqanın konkret olsa böyrək əməliyyatının alqı-satqısı ilə bağlı zərər çəkmiş tərəf kimi özünü təqdim edən tərəf sübut etməlidir ki, onlar arasında belə bir razılığın olması, belə bir razılıq olmuşdur. Yəni, hər hansı məbləğin 100 min, 50 min məbləğində, yəni məbləğin onların arasında razılaşması mövcud olmuşdur. Əgər tərəf sübut edə bilsə ki, doğrudan da bunların arasında belə bir razılıq mövcud olub və qarşı tərəf bundan böyrəyi əldə etdikdən sonra bundan yayınmışdır. Tərəfin hüququdur ki, məhkəməyə müraciət etsin, onun sağlamlığına dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı qarşı tərəfə qarşı iddia ilə məhkəməyə müraciət etsin. Tahir müəllim, razılaşırsınız ki, Azərbaycanda son dönəmlər şantaj üsuluna tez-tez rast gəlinir. Sizcə bu nə ilə bağlıdır? Bilirsiniz, bu ondan, mən hesab edirəm ondan asılıdır ki, bəzi hallarda cəzasızlıq, yəni cinayət, cəzasızlıq halında qaldığı halda belə hallar baş alıb gedir. Yəni, əgər tərəf görsə ki, onun atdığı addımın qarşısı, ona qarşı məsuliyyət nəzərdə tutulub, konkret olsaq, şantajla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsində nəzərdə tutulub ki, deməli, tərəf hədə-qorxu ilə və s. hallarla deməli, irəli sürməklə, qarşı tərəfin mövqeyindən, onun nüfuzundan istifadə etməklə ondan hər hansı bir, yəni hesab elə ki, konkret halda tərəf belə bir mövqedən çıxış edib. Bu halda qarşı tərəfin ixtiyarı var ki,
tərəfin böhtanla bağlı məhkəməyə müraciət etsin və həmin özünü zərər çəkmiş şəxs kimi təqdim edən şəxsə qarşı məhkəmədə iddia Şantaj qaldırsın. sübut olunarsa, Şantaj nə sübut qədərinə olunarsa, cəza gözləyir? deməli cinayət məcəlləsinin 182-ci maddəsinə görə deməli 5 ilə qədər məsuliyyət nəzərdə tutulub, yox bu bir neçə şəxs tərəfindən və külli zərər çəkmiş şəxsə külli miqdarda zərər vurmaqla törədildikdə 5 ildən 10 ilə qədər məsuliyyət nəzərdə tutmuşdur. Adi məişət söhbətləri bir çox hallarda şantaja gəlib çıxır. Məsələn, çox rastlaşırıq artıq sosial şəbəkələrdən bu tipli məsələlər üçün istifadə olunur. Şantaj olunan nüfuzunu necə qorumalıdır sizə görə? Ona dəyən, şantaj olunan şəxs, ona dəyən, hesab etsə ki, onun demək, şərəf və ləyaqətinə xələl gələn hərəkətlərə yol verən qarşı tərəfin belə bir hərəkəti olmuşdur. O, şərəf və ləyaqətinin müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ vardır. Hüquqşünas kimi belə bir halla qarşılaşırsınız ki, Biz şantaj ümumiyyətlə nə qədərdir? Və bir də bilmək istədim, hər bir millətin özünün xarakterik hərəkətləri olur da. Bu bizdə xarakterikdir, yoxsa təsadüfidir? Bu və digər hallar var ki, bizim millətin xarakterinə aid olan məsələlərdir. Məsələn, mən qısqanclıq zəminində baş verən cinayətləri deyə bilərdim ki, məsələn, bu hallar daha da çoxalmışdır. Məsələn, bizim son dövrlər və eyni zamanda qeyd etdiyiniz kimi, yəni praktikada belə bu hallara rast gəlirik ki, bəzən tərəflər qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək qarşı tərəfdən maddi və sair təminat əldə etmək üçün. Məsəl üçün, bu yaxınlara qədər Cinayət Məcəlləsinin 132-ci maddəsi mövcududur, qüvvədə idi. Hal-hazırdakı dövrdə inzibat bu məsələ ilə bağlı İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Bir çox hallarda bəzi xanımlar, belə deyək, praktikada öz həyat yoldaşlarını və yaxud da qəbul etmədiyi insana qarşı özünə yüngülvari xəsarət yetirməklə polis orqanına müraciət edir. Polis orqanı tələm-tələsik araşdırma aparmadan ekspertdən rəy alır və qarşı tərəfi yazıq kişini təqsirləndirir ki, şəxsin bədənində deməli xəsarət izləri var. O xəsarət izlərini özü də törədə bilərdir. O istintaq orqanları bəzi hallarda bunları araşdırmır ki, bunu özü törədib, yoxsa... Amma artıq məsələn bu cür araşdırmalar sübut olunur ki, bir çox hallarda qadınlar özlərindən... Bir çox hallarda sübut olunur ki, qanunun verdiyi onlara hüquqdan sui-istifadalarına yol verilir. Mən hesab edirəm ki, qanun bunun da yolunu tənzimləyib, ona görə də hər bir tərəf öz etdiyi hərəkətə görə məsuliyyət daşıyır. Yəni kişi də qadından qorxmayıb, öz haqqını, hüququnu məhkəmədə araşdırmalıdır. Bəli. Təşəkkür edirəm. Çox sağ olun. Hatırladım ki, Baş Xəbərin qonağı Tahir Əlirzayev idi. Bu mövzunu bununla bitirmirik. Həftənin 4-cü günü mövzunun davamı olaraq orqan transplantasiyasından danışacağıq. Baş Xəbəri diqqətdən qaçırmayın. Salamat qalın.